Alibaf deyir ki, bizim neftimiz satılmırsa bölgədə heç kəsin neftini satmağa qoymarıq. Bizə də işarə var da orada. Bəli, bu Putinin Rusiya yoxsa dünya nəyə lazımdır sözünün onu xatırladım. Başqa bir formasıdır. Doğru. Ona görə də mən hər dəfə deyirəm ki, Rusiyanın və İranın dağılması dünyaya biraz rahatlıq gətirəcək. Yəni təsəvvür eləyin. İndi sənin evin yanır. Mənim evim niyə yanmalıdır? Mənim evim yananda sən nə qazanırsan? Yəni nə qədər qan içsən, amansız. Yəni İslamda, Quranda belə bir şey var. Deyir, bir günahsız insanı öldürürsənsə, bütün bəşəriyyəti öldürmüş sayılırsan. Bir günahsız insanı xilas eləyirsənsə, bütün bəşəriyyəti xilas eləmir. Bunlar nə qədər minlərlə, milyonlarla günahsız insanın əzab çəkməsinə, məhv olmasına çalışır. Adlarını da İslam dövləti qoyurlar. Birincisi budur. Yəni buna görə də bunların məhvi bölgənin də, dünyanın da xeyrinədir. İkincisi, biz hər dəfə bunu deyirik, bu, belə deyək də, yəni arada sakitlik yaranar, danışıq adı filan, beymən, bunlar heç nəyi dəyişməz. Mən hər dəfə eyni şeyləri təkrarlayıram ki, misal üçün, İranın hansısa bazanı vurması, Amerikanın hansısa şəhəri vurması, bunlar müvəqqəti şeylərdir. Əsas odur ki, bu planda İran dağılmalı, parçalanmalıdır. Başqa yolu yoxdur. Yəni bunu Birləşmiş Ştatlar özü istəyir? Təbii istəyir. İranın parçalanmasını. Təbii istəyir. Yəni bu Böyük Orta Doğu proyektini mən planlaşdırmamışam, mən cızmamışam, o plana 50 ildir mən pul qoymamışam. Təbii ki, buna Amerika o pulu qoyurdu. Ona görə də o Amerikada, mən hər dəfə bunu deyirəm, Amerika öz vətəndaşına 1 sent vergini güzəştə getmir. 1 sent vergini. Misal üçün də tək elə bu İran savaşına haradasa 100 milyard ətrafında pul gedib. Biraz aşağı, biraz yuxarı. Yəni Amerika o siyasətçiləri, Amerika institutları kiməsə bağışlayır o 100 milyardı. 1 senti bağışlamayan onu bağışlamaz. Bunu da qoyuruq qırağa. Üçüncü tərəfdən Rusiyada bunu demişik, İranda da. İran hələ bir belə zəifdir, bir belə törəmə qüvvələrlə, proksi qüvvələrlə bölgəni qan içində saxlayır, əsarətdə saxlayır, gərginlikdə saxlayır. İran hələ bir belə zəifdir, Türkiyə gündə bir təxribat törədir, bir casus şəbəkəsi göndərir, Azərbaycana gündə bir barmaq silkələyir, deyək ki, Ermənistana hədə gəlir ki, bu Zəngəzur dəhlizi olmayacaq. Yəni bir belə zəifdir bunu eləyir. Sizcə Amerika, bölgə dövlətləri, dünyanı idarə edən böyük güclər bunu anlamır, bunu görmür. Yəni necə olur? Biz görürük, onlar görmür. Bünyamin, bəs bax bu gün mən indi xəbər oxudum, səhər xəbərlərində artıq Birləşmiş Ştatlar hərbi büdcəsinin 1,15 trilyon dollara çatdırır nümayəndələr palatasına. Artıq onun təsdiqi ilə bağlı sənədi göndəriblər. Yəni belə bir büdcə, belə bir möhtəşəm büdcə, 1,115 trilyon dollarlıq bir büdcə, sizsə İranı zəif dövlət adlandırırsınız. Bu Amerikanın gücü, büdcəsi, pulu, bu da o zəif dediyiniz İran. Bəs nədir onu Amerika ilə belə danışmağa, bu sərt ritorika ilə, gördünüz nə dedi? Gözə göz dedi, gözə göz. Bax bu şəkildə, dünən mənim efirimdə qonaq olan Nazir Əhmədli iddia eləyirdi ki, İranın nüvə silahı var. O belə deyirdi. İranın nüvə silahı var və ona görə də belə dişli danışır. Nə qədər, artıq bu müzakirələr aparılır yeri gəlmişkən. Bu varmı sizcə? Necə düşünürsünüz? Yəni var bəlkə də belə danışır da, yəni hərbə zorba ilə, yoxsa? Birincisi bu pişikdir, qunduzdur. Bunlar ilanla vuruşanda birbaşa hücum eləyib ilan tutmurlar. O qədər vururlar, İranı həm yorurlar, həm yaralayırlar. İran taqətdən düşəndən sonra ya yeyirlər, ya öldürürlər. Siz
İrana həmişə ilan demişsiniz, mən də şeytan demişəm. İblis demişəm. Yəni ilanla, iblislə o cür getməyin mənası yoxdur. İkinci tərəfdən, baxın, burada bir məsələ var da, bunların məqsədi maksimum dərəcədə gücdən salmaqdır ki, itkiləri az olsun. Amerika istəmir itkisi olsun. Amerika ona görə Avropanı, nə bilim, o birləri, Kürd separatçılarının zadı ona görə qatmaq istəyir ki, maksimum dərəcədə özünün itkisi olmasın. Amerika özü bir insanını qiymətləndirir. İran deyil ki, minlərlə insan ölsün, amma hələ də öz hakimiyyətini, öz rejimini qorumağı düşünsün. Bundan da belə gəlirik o büdcəyə. O büdcə sadəcə İran üçün deyil. O büdcə qarşıda o qədər böyük problemlər var. Misal üçün deyək ki, Tayvan problemi var. Tayvan problemini də hesablayır. Nə bilim, başqa problemlər var, onları hesablayır. Və İranın gözə-göz məsələsi, İran doğrudan gözə-göz eləyə bilir, gözə-göz, dişə-diş eləyə bilir. İndi Nazir Əhmədli deyir ki, onun nüvə silahı var. Olsun, nüvə silahı işlədəcək, kimə işlədəcək? Deyək ki, İranın nüvə silahı var. Kimə işlədəcək? İranın ən böyük raketi, ən uzaq vuran raketi 2500 kilometrdir. Amerikaya gedib çatmayacaq. Ərəbistanın da vurmağın mənası nədir? Ərəbistan vuranda nəsə qutarır İranı. Yəni, İranda siz düşünürsünüz ki, hamısı axmaqlardan ibarətdir ki, biz Ərəbistanı vuracağıq, biz Qətəri vuracağıq, nəsə dəyişəcək. Yox, ağıllı adamlar bilirlər ki, onları vurmaqla heç nə dəyişməz, onun həmin radioaktiv toz yenə İrana qayıdıb gələcək. Biz bilirik ki, yəni nüvə əlbəttə ki, istifadə üçün deyil da, amma Bəli, çəkindirmə üçündür. Yəni o mənada deyirəm ki, yəni çəkindirmə faktoru kimi... Baxın, orada iki məsələ var da. Birincisi, İranın olsun deyək ki, bir əlində 3 dənə, 5 dənə nüvə başlığı. Yəni bundan çox olmayacaq da. Nüvə başlığı bu patron deyil ki, konveyr üsulu ilə həll eləyəsən. O böyüklükdə Pakistan 20 ildir nüvə silahı var. 20-də, 25-də ya 50 dənə nüvə başlığı var. Yəni, bunun olsun bir 5 dənə nüvə başlığı, ondan nə edəcək? İkincisi, Rusiya, bütün dünyanın nüvə başlıqlarının sayı qədər Rusiyanın nüvə başlığı var, görürsünüz, Rusiya çəkindirə bilmir. Rusiyadan qorxmurlar. İndi İrandan sizcə çəkinənlə qorxarlar. Burada incə şeylər var. Maksimum dərəcədə çalışırlar, qızıqlandırırlar ki, dünyada onun şeytan obrazını yaratsınlar, özlərinin də haqlı obrazını. Rusiyanın da bağlı demişik dəfələrlə. Yəni, baxın, özünün haqlı obrazını da yarada bilmir. İndi Amerika Birləşmiş Ştatları nə qədər haqlıdır gəlsən İranda, burada Hörmüz boğazında ələ keçir, bütün ölkələrdən xərac istə, quldur kim da. Belə baxanda indi deyir, kitabın gərək 200-ündə oxuyaq da. İran indi şeytan deyirsiniz, bu öz yerində, mən ilan deyirəm, tutaq ki, bu öz yerində. Amma istənilən halda, yəni Amerika Birləşmiş Ştatları da bugünkü hücumlarda, bugünkü əməliyyatlarda haqlı tərəf deyil. Sən gəl burada qərarlaş və denən ki, siz gəlin buradan, elə bil ki, Koroğludur gəlib. Oturub oradan deyir ki, mənə xərac verməlisiz, yol kəsənliyi eləyir, baş kəsənliyi eləyir. Bu da düzgün deyil, siyasət deyil. Ləman xanım, birincisi bizim üçün bunların hamısı eynidir. Yəni, bugün İranı əzir, düşmənlərini sıradan çıxardırsa və o sıradan çıxartdığı düşmənin yeraltı, yerüstü sərvətlərindən bəhrələnib, biraz da güclənirsə, səbəb bizi də hər hansı məsələdə bəhanə eləyib əzə bilər. Ona görə bizim üçün bunların hamısı eynidir, hamısı şeytandır, hamısı eyni mövqədədir. Bunlar özləri üçün, öz daxilində əhalini, deyək ki, müttəfiqlərini görürsünüz. Müttəfiqlərin bir hissəsi artıq yavaş-yavaş fərqli bir şey eləyir ki, Hörmüz boğazını bağlamaqda İran günahkardır. Yəni, artıq bu ürəyi yaradırlar. Ona görə də mən düşünürəm ki, burada məqsəd odur ki, yoxsa, baxın, Amerikanın təyyarə sayı İranın üstünü örtəcək qədər çoxdur. Amma o yetərli deyil, axı onunla iş bitmir.
hər birinə təyyarə ilə həll eləmək olmaz axı. Yaxşı, indiki hücum nəyi bitirəcək və yaxud bu işi bitirəcəkmi? Baxın, indi bayaq dedik ki, strateji bombardımançılar havaya qaldırılacaq, nə bilim, güc, nüvə yerləşdirilir. O nüvə bazalarını ki vurur, nüvə hazırlanan obyektləri ki vurur. Bu elə belə, misal üçün bir gecəqondu deyil ki, bunu gecə başlasından səhərə qədər qutarsınlar. Bunun üçün illərlə dağın altında onu qazmaq, onu deyək ki, lazımi vəziyyətə gətirmək, o avadanlıqları qurmaq, bunlar ayların, illərin, bir dəfə vuranda İran bilirsiniz nə qədər itirir. Ta o vaxta qədər gücdən salacaqlar ki, İran rejimi artıq elə o dediyim kimi də İran necə başını yerə qoyur, İran rejimi də başını yerə qoyacaq. Ondan da sonra daxildəki qüvvələri qaldıracaqlar ki, buyurun, parçalayın, özünüz həll eləyin.